Salam, hər vaxtınız xeyir olsun, dəyərli sözlərlə. Xoş gəlmişsiniz Zakir müəllimin söz işığına və Bir Həzin Nəğməyəm kitabının təqdimatında hər birinizi xoş gördük. Ben istərdim ki, ilk öncə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Azərbaycan dövlət himni səslənir.
təşəkkür edirik. Məclisimizi də açıq elan eləsin, qonaqlarınızı salamlasın. Buyurun Zakir müəllim. Hörmətli qonaqlar, əziz dostlar, xoş gəlmişsiniz. Mənim bu sevinçli günümdə, məsuliyyətli bir gündə mənim yanıma bu yaradıcılıq gecəmə, bir həzin nəğməyəm kitabının təqdimatına buyurub gəldiyiniz üçün sizə çox-çox təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Və eləcə də hamınıza yenə xoş gəlmişsiniz deyirəm və məclisi açıq elan edirəm. Buyurun. Bir daha hər birinizi salamlayırıq, xoş gəlmişsiniz. Və mən Zakir müəllim haqqında qısa bir məlumat hazırlamışam. Onun geniş, gözəl həyat yolundan qısa bir sətirlər götürmüşəm, belə desə daha yaxşı olar. Hüseynov Zakir Musaoğlu 1962-ci ildə yanvarın 12-sində Bərdə şəhərində dünyaya gəlib. O, orta təhsilini 1968-ci ildən 1978-ci illərə qədər Bərdə şəhərində 4 nömrəli tam orta məktəbində təhsil almışdır. Musiqi təhsili isə 1973-cü ildən 1978-ci illərdə Bərdə şəhər bir sayılı uşaq musiqi məktəbində almışdır. Musiqiyə olan marağı və tar alətinə olan sevgisi Zakir Musaoğlu'nun yolunu incə sənətə salır. O, 1978-ci ildə Xankəndi Orta İxtisas Musiqi Məktəbinin Şuşa filialına qəbul olur. Təhsilini davam etdirir. 1982-ci ildə həmin məktəbin tar ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. 1996-cı ildən bu günə qədər Bərdə şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. Hələ gənc yaşlarından musiqi ilə birgə şeirə, ədəbiyyata böyük marağı, geniş təfəkkür və istedadı onu şeir yazmağa sövq edir. İllər ötdükcə biri-birindən gözəl məhəbbət mövzusunda dünyavi, vətənpərvər ruhda yazdığı şeirləri oxucuların marağına səbəb olur. Şairin Bir Həzin Nəğməyəm adlı ilk kitabı 2005-ci ildə dərc olunub. Hal-hazırda Bakı şəhəri Çınar Kitab Evində bizlərə təqdim etdiyi kitabı İlk təqdimatı 13 oktyabr 2025-ci ildə Bərdə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər mərkəzi kitabxanasında keçirilmişdir. Zakir Musaoğlu'nun şeirləri sosial şəbəkələrdə çoxsaylı oxuculara təqdim edilir və çox sevilir. Şairə yeni yaradıcılığında uğurlar diləyirik. Allah can sağlığı versin. Və elə kitabın adını daşıyan Bir Həzin Nəğməyəm adlı şeirini demək üçün Ramil bəyə söz veririk. Ramil Rizvanoğlu. Əziz şairlər, qiraətçilər, dostlar, qohumlar, hamınızı xoş gördük Zakir müəllimin yaradıcılıq günündə. Bir həzin nəğməyəm. Elə kitab səndən ayrı qalmışam. Özüm də özümə ögəyəm bir adam. Mən elə əzəldən dərdlərə atışam. Bir həzin nəğməyəm, bir qəmli bu da. Şirin yuxulara dönüb hər zaman mürgülü gözünə dolacam sənin. Kəm-fürsət hicrana verməyib aman. Bir şirin vüsalın olacam sənin. Demək çaşdırır bu sevda səni. Şagirdi saçdıran çətin fən kimi. Şeirimin sətrinə səpəcəm səni. Yanğılı ürəyə, su səpən kimi. Yanğılı ürəyə, su səpən kimi. Təşəkkür edirəm. İndi isə bura ta Bərdədən zəhmət çəkib o uzaq yolu gəlmiş Bərdə şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Xırda Ağayeva. Buyurun Xırda xanım. Yəqin ki, Xırda xanım, Zakir müəllimi siz bizdən daha yaxşı tanıyasınız. Çünki illərdir çiyin-çiyinə, yəni
çalışırsınız. Buyurun, sizi dinləyək. Salam, hər vaxtınız xeyir olsun. Əziz, belə deyim də, tədbir iştirakçıları. Mən hər birinizi bir daha salamlayıram və sizləri burada görməkdə çox şadam deyirəm. Zakir müəllim uzun illərin pedaqoqudur. O, incəsənət adamıdır, istedadlı bir insandır, gözəl ailə başçısıdır, gözəl müəllimdir, pedaqoqdur, gözəl şagirdlər yetişdiribdir. Bizim milli musiqi alətimiz olan tar aləti üzrə gözəl şagirdlər yetişdiribdir. Onların hər biri bugün ali müəssisələrdə dərs tədris edirlər, fəaliyyət göstərirlər, orta ixtisas musiqi məktəblərində fəaliyyət göstərirlər. Bunlar hamısı Zakir müəllimin böyük nailiyyətləridir. Uzun illərin tədris hissə müdiri kimi fəaliyyət göstərdiyi Zakir Musaoğlu, Zakir Hüseynov həqiqətən də gözəl insandır, gözəl atadır, gözəl ailə başçısıdır, gözəl babadır, gözəl insandır, cəmiyyətdə özünə xüsusi yer tutmuş bir insandır. Yəni onu bugünkü gündə bir Həzin Nəğməyəm adlı kitabının işıq üzü görməsi məni şəxsən çox sevindirir. Ona görə ki, qalaq-qalaq uzun illərin qələmə aldığı şeirləri bugün işıq üzü görür. Bugün onu ümumi bütün insanlar sosial şəbəkələrdən həmi mütaliə edirlər, həmi sizin kimi gözəl insanlar, onun qiraətçilər onu gözəl bizlərə çatdırırlar. Bu bizi çox sevindirir həqiqətən də. Mən bax bu tədbirdə əməyi, zəhməti olan hər kəsə dərin təşəkkürümü bildirirəm və özümüzə bir nailiyyət kimi, məktəbimizə bir nailiyyət kimi qəbul edirəm mən bunları ki, yəni bugün bizim məktəbimizin tədris işləri üzrə direktor müavini olan Zakir müəllimi belə gözəl, yüksək qiymətləndirirsiniz. Ona görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Zakir müəllim, təbrik edirəm sizi. Gözəl şeirləriniz var, çox gözəl. Oxuduqca insan doymur. Bəzən elə şeirlər olur ki, elə kitablar olur ki, mütaliə edirik, o bizə çatmır. Və yaxud onu biz nəysə bir, belə deyim də, qəbul edə bilmirik. Amma Zakir müəllimin şeirləri o qədər gözəldir ki, o qədər qəlb oxşayandır ki, o qədər insanın ruhunu sakitləşdirəndir ki, mən ona görə həm şadam, həm belə istedad sahibinə özlərinin təşəkkürümü bildirirəm. Allah sizi var eləsin, Allah sizə can sağlığı versin. Bütün işlərinizdə sizə nailiyyətlər arzulayıram. Həm də bax bu bir Həzin Nəğmənin ardı gəlməsini arzulayıram. Mən elə gəlir ki, başlamışsınız. Kitabdan sonra bir neçə şeirləriniz var. Təbrik edirəm Zakir müəllim, çox sağ olun. Ailənizi təbrik edirəm, övladlarınızı, nəvələrinizi təbrik edirəm. Gözünüz aydın olsun bir daha bu münasibətlə. Sağ olun. Hamınıza təşəkkürümü bildirirəm. Sağ olun. Çox sağ olun xanım. Həqiqətən Qılda xanımın da dediyi kimi Zakir müəllimin şeirləri çox pozitivdir. Yəni hər kəs o şeirlərə müraciət edir, oxuyur. İnşallah ki o gün olsun ki Zakir müəllim efirlərdə mahnılarınızı dinləyək. Gözəl-gözəl mahnılarınızı dinləyək. Və elə daha bir şair, publisist, çoxlarımızın əmi deyə müraciət etdiyi Tofiq Dağlı buradadır. Elə ağsaqqalımıza ilk söz ona verək. Buyursun, şeir də dinləyək. Tofiq Dağlı da onu deyir ki, dostlar, Xızıdan gəlib, həqiqətən də dostluğun bir tərənnümüdür ki, bugün o uzaq yoldan gəlib Zakir əmini təqdim edir. Təşəkkür edirəm Sərə Mələk xanım, təşəkkür edirəm bütün burada əyləşən bizim həmkarlara, qonaqlara, bizim uzaqdan gələn qonaqlarımız da var təbii ki və təbii ki mən sərəfkarı Zakir müəllimi təbrik edirəm. Zakir müəllim, axarlı olsun sizin kitabınız, yəni ilk olmasın, axarlı olsun, söz xəzinəniz heç zaman tükənməsin, qələminiz hər zaman yazar olsun. Mən Zakir müəllimi yeni tanısam da, yəni tanışdığımız uzaq bir tarixə getməsə də, müəyyən bir vaxt var ki, mən Zakir müəllimi tanıyıram sosial şəbəkələrdən. Biz oyuna misafirlər bölüşmüşük, şeirlər söyləmişik. Mənim üçün hər üzünə baxsam, yəni Zakir müəllim haqqında nəsə demək istəsəm, onun üçün o baxdığım prizmadan hansı tərəfə baxsam, mənə müsbət təsir bağışlayır. İstər şeirlərində, istər onun sosial şəbəkələrdə yaşına uyğun olaraq davranışında, istər bir insani baxışlarla insanlara yanaşmağında əlbəttə ki,
mən təbii ki, öz fikrimi deyirəm ki, bu bir nümunədir hər birinə, hər birimizə, hər bir gəncə və hər bir, təbii ki, özünü buraxmış yaşlı insanlara bir nümunədir ki, baxıb özləri üçün örneği götürə bilərlər. Zaki, mən bir daha təbrik edirəm sizi, uğurlarınız hər zaman bol olsun. Əgər burada bu günləri bu qədər adam varsa, yəni sayından asılı olmayaraq, deməli, ədəbiyyata, şeiriyyata dəyər verən insanlardır ki, onlar bugün bura toplaşıb gəlib. Baxın, bizim Dərdədən, Qarabağdan gələn qonaqlarımız var. Bizim, məsələn, Əl-Abbas Yasamaldan gələn, Başqalısa da uzaqdır. Bizim Xaçmazdan gələn qonaqlarımız var, Masallıdan gələn bizim qonaqlarımız var, Bakının özündən gələn qonaqlarımız var. Və o cümlədən də mən Müşfiq diyarından, Cəfər diyarından sizlər üçün həm qucaq dolusu salamlar götürmüşəm, həm də sizləri salamlayıram. Bir daha deyirəm, xoş gəlmişsiniz, qədəmləriniz mübarək olsun. Mən istəyərdim, icazə versəydiniz, mən də Zakir müəllimin bir şeirini söyləyəm. Allah bütün şəhidlərimizi qəni-qəni rəhmət eləsin. Təbii ki, hər bir şənlikdə, hər bir təqdimatda, hər bir məclisdə əgər şəhidlərimiz yad olunursa, əgər şəhidlərimiz, onların əzizləri yada düşürsə, bu bizim borcumuzdur, bu bizim insanlıq borcumuzdur, bizim vətəndaşlıq borcumuzdur. Çünki əgər biz bu günləri bura toplaşmışıqsa, biz bu günləri burada bu təqdimatı keçiririksə, əgər bizim körpələrimiz, əgər bizim övladlarımız, o cümlədən özümüz torpağımızda azad gəzə biliriksə, təbii ki, biz buna görə şəhidlərimizə, canlarını vermiş şəhidlərimizə, qazilərimizə, onların əzizlərinə borcluyuq. Mən ayın 14-də bizim bir tədbir vardı şəhidlərlə bağlı xızda, orada da vurğuladım. Bizlər, bunun Şəmsiyə xanımı mən görmüşəm, çox müraciət edir şeirləri ilə bağlı. Bizlər bir şeiri şəhidlər haqqında yazanda, biz həmin anlarda o anları yaşayırıq. Amma şəhid ailələri bir ömür boyu o anları yaşayır. Yəni bizim 1 saat, 2 saat, bir gün yaşadığımız anları, mən bunun şahidi olmuşam. Onlar bir ömür boyu yaşayır. Mən hətta bir ananı görmüşəm, məzar daşını qucaqlayıb onun necə ağı deməsin. Onu heç kim orada sakitləşdirə bilmirdi. Kim çəkər dərdini, ağlar əyəllər. Kim çəkər dərdini, ağlar əyəllər. Şəhid balasına ana sayağı, yükünü çiynində saxlar ayellər, oğlu şəhid olmuş ata sayağı. Həm ağlar, həm sızlar şəhid anası, o qanlı köynəyi çıxıb gözünə, güllədən biçdirib türkün balası, əskər köynəyini təkcə özünə. Ey məqamətini şəhid atası, ey məqamətini şəhid atası, sıxarkən köksünə qanlı bayrağı, sarıyıb gör neçə şəhid yarasın, xalqımın müqəddəs şanlı bayrağı. Ey şəhid atası, ey şəhid atası, şəhid anası, oğlunuz sevilir bir mələk təki. Xalqımın qəhrəman şəhid balası, dönüb əfsanəyə bir dilək təki. Dönüb əfsanəyə bir dilək təki. Təşəkkür edirəm hər birinizə, ruhları şad olsun. Zakir mən bir daha təşəkkür edirəm sizə. Sağ olun. Çox sağ olun. Və indi bura şairin yaxın dostu, hüquqşünas Səxavət Namazovu dəvət edirəm. Buyursun, yəqin ki, o da şairi bizdən daha yaxşı tanıyanlardan biridir. Hoş gəlmişsiniz. Bugünkü tədbirdə iştirak eləmək mənim üçün də çox xoşdur. Eşidəndə dostum Zakir Musavoğlu'nun şeirlər kitabı çap oldu, çox sevindim. Hökmən dedim, mən də çağırarsan iştirak edəcəm. Şeir yazmaq bir Allah vergisidir, hər amma qismət olunur. Hələ məktəb illərindən, cavanlıqdan şeir yazırdı, həmişə çıxarırdı. Vərək qoyulurdu, baxırdıq, gedək müzakirə edək. O şeirə çox əsas yanaşır, həmişə kövrən yanaşır, çox zəhmət çəkir, bütün sözləri, sətirlərini cilalanmaq, elə bir onun üçün çox şeir, çox zəhmət çəkir.
O vaxt Arabotla deyəndə ki, bu hər vərəqə çıxarırsan, eləyirsən, bunu sən bir yerə yığda sistemləşdir, elə bir dəftərdə yaz, deyir, sonra eləyərəm. Çox şükür ki, bugün oldu, elə bir kitab nəşr olundu, çap olundu. Bu kitabı çap edənlərin də böyük əməyini qeyd eləmək lazımdır, sağ olsunlar. Mən eşidəndə tiraş azdır, belə təəssüfləndim, çox olsa daha yaxşı olar. Kitab elədir ki, o həmişə qalan bir maddi bir şeydir, o həmişə qalır. Kitabla özgə daha ciddidir, nəyə ki, internetdə də belə şeylərdə götürəndə. Bir daha təbrik edirəm, uğurlar arzulayıram, sənə yeni şeylər yazırıq. Təşəkkür edirəm, zəhmət çəkirsiniz. Çox sağ olun, var olun, gələn aylarınız var olsun. Və mən bura gözəl bir xanımı dəvət edəcəm. Əslində titulları çoxdur, amma özü dedi ki, məni elə şairə kimi çağır. Şairə qiraətçi Gülşən Ulduz buradadır. Buyurun Gülşən xanım. Çok sağ olun, teşekkür ederim. Hoş gelmişsiniz. Buyurun. Hamımızı hoş gördük. Zakir müəllimin o kitabına baxdım. Çok güzeldi, xeyirli, uğurlu olsun, davamlı olsun inşallah Zakir müəllim. Və burada elə varaqlayanda ürəyimdən gələn bir neçə sözü çatdırmaq istəyirəm. Zakir müəllim mənə elə gəlir ki, bu kitabda öz zəngin iç dünyasının qapısını sözə dəyər verən hər kəsin üzünə açır. Oxucusunu heyrətləndirir, ona gözəl duyğular bəxş edir və könül oxşuyur öz şeirləri ilə. Zakir müəllimin bu kitabında özünə məxsus səmimilik, gözəl fikir çatdırmaq tərzi ilə oxucuları sözün sehrinə salır. Və deyim tərzi çox sadədir, obrazlı şəkildədir. Yəni həzin və könül oxşuyandır, belə deyək. Amma yenə də hər bir kitabın dəyərini onu oxucuları verir və inanırıq ki, kitabı oxuduqca hər kəs özünə məxsus şeir tapacaq özünə uyğun bir obrazlı mövzu tapacaqdır. Amma mən burada Zakir müəllim, sizin kitabınızı varaqlayanda bir gözəl şeirə rast gəldim. İcazənizlə onu səsləndirim. Baxma, baxışların üşüdür məni. Sən məni qızdıran deyilsən. Çıx get. Mən sənin məcnunun olduğum halda özgə birisinə leylisən. Çıx get. Elə yandırmısan bir ovuc küləm. Çətin ki bir daha sevinəm, güləm. Deyirdin ömrdən silinməz iləm. Artıq deyilmişsən. İndisə çıx get. Demirəm sev məni qəlbində saxla. Mənim tək sızılda, mənim tək ağla. Kimi sevirsənsə get könül bağla. Sən daha Zakir'in deyilsən. Çıx get. Sən daha Zakir'in deyilsən. Çıx get. Sizə uğurlar arzulayıram. İnşallah davamlı olsun. Buyurun. Çok sağ olun, var olun, səsinizə sağlıq, Zakir əmin ürəyinə sağlıq və mən daha bir Zakir müəllimin iş yoldaşı, Bərdə şəhər 2 sayılı musiqi məktəbinin tar müəllimi Fikrət Səfərovu dəvət edirəm. Xoş gəlmişsiniz. Həqiqətən bugün rayonlardan gələn qonaqlarımızdan bir də Fikrət müəllimdir. Həqiqətən bu da Zakir müəllimi olan hörmətdən irəli gəlir. Bir daha xoş gördük sizi. Buyurun. Çox sağ olun, təşəkkür edirəm mənim xanım, bana söz verdiyiniz üçün. Mən də bu gözəl təbriklərə qoşuluram. Çox təşəkkür edirəm, əziyyət çəkib gəlmişsiniz. Zakir müəllim, sizi təbrik edirəm. Mən Zakir müəllim haqqında çox gözəl sözlər deyə bilərəm. Mən Zakir müəllimin həm tələbəsiyəm, həm çiyin-çiyinə bir yerdə işləyirik biz. Zakir müəllim, uğurlarınızın davamı bol olsun. İnşallah gözəl bax belə şeirlər yazarsan, oxucularınızın belə deyilsə, sayı çox olsun. Təbrik edirəm. Çox sağ olun, Zakir müəllim. Təşəkkür edirəm. Sağ olun. Çok sağ olun, var olun. Gələn ayaqlarınız var olsun.
Və indi şairlərimizdən istəyirəm, söz verəm ki, bir şeir dinləyək. Bəli, indi gözəl bir xanıma söz verəcəyik. Şair, Qızıl Qələm mükafatı laureatı, Uğurlu Yol qəzetinin xüsusi müxbiri Aləmzar İlay. Xoş gəlmişsiniz. Buyurun. Hər birinizi salamlayıram. Burada xoş gəlmişsiniz. Burada xoş oldu hər birinizi görmək. Sosial şəbəkədən tanıyırdım, ancaq burada yaxından görmək həqiqətən də çox xoş oldu mənim üçün. Mən burada Zakir müəllimi təbrik edirəm. Zakir müəllim, sizə uğurlar arzulayıram. İştiqlarınız axarlı olsun. Sizi sosial şəbəkədən tanımışam, ancaq çox uzaqdan da olsa o isti münasibətiniz, təbii ki, sosial şəbəkədən də bilinir, kitabınızdan da bilinir. Mən açıq şeylərinizə biraz belə diqqət yetirdim, bir şeiri səsləndirmək istəyirəm. Hansı ki, belə iş açdığım şey. Bilmirəm, qiraətçilər kimi deyə bilmərəm, çünki qiraətçilərin özünə məxsus qiraətləri vardır. Mən də öz adımdan istəyirəm üçün şeirimi səsləndirim. Belə dünya mənim nəyimə gərək? Bu dünyanın sevincindən qəmi bol, dumanı bol, çiskini bol, çəni bol. Ayrılarsa bu getdiyin uzun yol, belə dünya mənim nəyimə gərək? İstər padişah olum, istərsə gəda, gəlib özü tapar insanı qada. Ayrılığın sonu yoxsa dünyada, belə dünya mənim nəyimə gərək? Demək ki, dostlarım, tanışım yoxdur, yıxsalar bilmirəm məni kim yıxdı. Şeytan cilidində insanlar çoxdur, belə dünya mənim nəyimə gərək? Bu dünya bir nağıl, bir düyün yuxu, oddan, daşdan keçib ömrümün çoxu. Vəfasız dünyanı neynirəm axı, belə dünya mənim nəyimə gərək? Belə dünya mənim nəyimə gərək? Çox sağ olun. Çok sağ olun, var olun. Gəlin ayaqlarınız var olsun. Sağ olun. Və indi bura gözəl bir xanımı dəvət edəcəm. İlini bilmirəm, amma həyatını Zakir müəllimlə paylaşan həm iş yoldaşı, həm həyat yoldaşı Bərdə şəhər 2 saylı məktəbi fortopiyano müəllimi Kəmalə Hüseynova. Xoş gəlmişsiniz Bərdə rayonundan bura. O uzaq yolu gəlmişsiniz və bu sizin hələ də şairə olan sevginizdən irəli gəlir. Maşallah, inşallah, xoş gəlmişsiniz. Mən də bütün qonaqlarımızı təbrik edirəm. Əziyyət çəkib ayaqları var olsun, hər birinin əziyyət çəkib gəlsin. Mən də Zakir müəllimin həyat yoldaşı kimi uğurlar arzulayıram. Çox sevgilər olsun inşallah. Mən də ona dəstəkçiyəm həmişə. Yəni arkasında durmuşuq, iş yoldaşı kimi, ailə kimi, yəni hamımız razıyıq Zakir müəllim. Gözəl şeylər olsun. İnşallah. Sizə də təşəkkür edirəm. Ramil bəyə də, sizə də. Gün o gün olsun, ikinci kitabında siz qeyd edirsiniz burada. İnşallah, inşallah. Çok sağ olun, bir daha gelen ayaklarımız var olsun. Ve güzel bir qiraətçi xanımı dəvət edəcəm. Qiraətçi Angel Demon. Şairin dostlarından biridir. Buyurun. Teşekkür ederim. Ben de sizi tebrik ederim. Ben de sizi tebrik ederim. Size bu uğurlardan bol arzulayıram. İnşallah o uğurlarda biz de iştirak ederiz. Daha ne deyirsə, can sağlığı, can sağlığı, biz can sağlığı arzulayıram. Teşekkür ederim. Beni dəvət elədiyinizə görə, bu şərəfi mənə layiq bildiyinizə görə mən sizə çox teşekkür ederim. Çok sağ olun. Minnətdarım, bir daha təbrik ederim. Buyurun, buyurun canım. Çok sağ olun, var olun. Zakir Müsaoğlu buyurur qələmindən. Mən necə sevirəm? Mən necə sevirəm? Səni bilirsən. Kaş məni sevəydin, mən sevən kimi.
Baxıb bu dəliliyə niyə gülürsən? Kaş məni sevəydin, mən sevən kimi. Görkəmin can alır, mələk kimsən. Ruhum oxşayan, çiçək kimsən. Sevgindən çırpınan ürək kimsən. Kaş məni sevəydin, mən sevən kimi. Səni sevən gündən değişmişəm mən. Sevgidən yazıram, ta bədahətəm. Bilirəm gözəlsən güldən, çiçəkdən. Kaş məni sevəydin, mən sevən kimi. Ürəyində sevgi olub yaşaram. Bülbül təki sənə nəğmə qoşaram. Sevə-sevə dəniz təki coşaram. Kaş məni sevəydin, mən sevən kimi. Mən sənə aşiqəm, gülüm, o ki var. Könlüm yalvarıb sənə dil açar. Gəl mən həsrətdən, kədərdən qurtar. Kaş məni sevəydin, mən sevən kimi. Kaş məni sevəydin, mən sevən kimi. Maşallah, səsine sağlık Angel Hanım. Teşekkür ederiz. Senle üz-üzə etiraf edey göz göze. Sevirəm de yaşat məni, mən də sevirəm səni. Sən mənim mələyimsən, döyünən ürəyimsən. Yanımdan hiç ayrılma, her zaman gələyim sən. Xəyalımda yarattığım ey payız ətirli qadın. Sən mənim məhəbbətimsən, xoşbəxtlikdir sənin adın. Xəyalımda yarattığım ey payız ətirli qadın. Sən mənim məhəbbətimsən, xoşbəxtlikdir sənin adın. Ayrılıqlar olur asan, sevmək isə çətin o an. Demirəm ki mənə inan, həyat özü də yalan. İndi ise bura şair publisist Səməd Asifoğlu'nu dəvət edirəm. Şairin yaxın dostlarından biridir. Hər birimizin çox istədiyi dostumuzdur. Xoş gəlirsən. Mən də gələn qonaqların hər birini salamlayıram. Zakir müəllim, sizi təbrik edirəm. Axırıncı yox, axırıncı olsun. Təşəkkür edirəm ki, bizi də layiq bildiniz, öz tədbirinizə dəvət elədiniz. Mən də istərdim elə sizin bir şeirinizlə davam edeyim. İncə belli, göyçək zərif, qızcığaz. Sevgin günəş boyda, ta qucaq-qucaq. Çılğın məhəbbətin bir ateşiyle od vurub qaldın sinəmdə ocaq, od vurub qaldın sinəmdə ocaq. Sən bir ovçusanmı söylə ey qadın, məni gözlərinin sehrinə saldın,
Bircə baxışınla ağlımı aldın, pünhan sevgimizi biz kimə açaq? Yaşım o yaş deyil, sevəsən məni. Ürəyim heç gəlmir, qınayaz səni, bağışla edəmirəm ağlımı deyəni. Fələyin oyunundan biz hara qaçaq? Bağışla edəmirəm ağlım deyəni, fələyin oyunundan biz hara qaçaq? Sağ olun Zakir müəllim. Çox sağ olun Səməd bəy, var olun, təşəkkür edirəm. İndi isə bura dəyərli qonaqlarımızdan biri şairə qiraətçi Şəmsiyə Vüsalı xanımı dəvət edirəm. Buyurun Şəmsiyə xanım, xoş gəldiniz. Zakir müəllim, sizi təbrik edirəm. İnşallah yaradıcılığınızın davamlı olsun. Bir daha Azərbaycan ədəbiyyatına yeni töhfələr qatdığınıza görə sizə minnətdaram, yeni rənglər qatırsınız. İnşallah axırıncı olsun kitabınız, axırıncı olmasın. Mən də burada ana şeirini səsləndirəcəm Zakir müəllimin. Zakir müəllim yazır ki, sən məni həyatda yetim qoyandan saralıb çiçəyim gülüm ayana. Saçım əllərinin kürüyü nedir, sığalsız qalıbdı telim ayana. Bəlkə də mənimdir dərdin ən çoxu. Qaçır gözlərimdən gecələr yuxu, sancılıb köksümə qazanın oxu, kimlər dərdlərimi böyüm ayana. Xəbərin varmı heç indi balandan? Anasız quzu təkmələr qalandan, yoxluğun qəlbimə hakim olandan yaman qırılıbdı belim ayana. Hələ də özümə gələ bilmirəm. Varamı, yoxammı bilə bilmirəm. Nə bir ölən kimi ölə bilmirəm, mənimki zülümdür, zülüm ayana. Zakirəm neyləyim, yazmış beləymiş. Əyilməz qəddimi xivvətin əymiş, bilməzdim əbədi ayrılıq nəymiş, girdi aramıza ölüm ayana. Növbəti bir şeiriniz atadan deyir, heyf ki yolumu yaman bağladı. Dumanı həsrətin, çəni həsrətin, od olub qəlbimi elə dağladı, yandırıb yaxıbdı məni həsrətin. Dərd olub tam mənə özümü ötmüş, halımı pərişan edən həsrətin. Ayata sən deməklə özüymiş, sənsiz ürəyimdə bitən həsrətin. Ay Zakir bəy, təbrik edirəm bir daha, uğurlu olsun, inşallah davamlısını arzulayıram. Çox sağ olun, var olun. Çox sağ olun Şəmsiyə xanım. Onu da vurğulayım ki, Şəmsiyə xanım da şəhid bacılarındandır. Allah bütün şəhidlərimizin məkanın cənnət, ruhunu şad eləsin, Vüsal qardaşımız da onların içində. Və yenə şairimizin yaxınlarından birini dəvət eləyəcəm. Muğam müsabiqəsi laureatı, xanəndə, prezident təqaüdçüsü Pərvaz İbrahimli. Xoş gəlmişsiniz bir daha. Buyurun. Teşekkür edirəm. Mən də hər kəsi salamlayıram. Və bu gözəl gündə Zakir müəllim ürəkdən təbrik edirəm. Zakir müəllim mənim üçün dəyərli bir insandır. Mən musiqi məktəbinə getdiyim dönəmlərdə Tarada gedirdim o dövrdə. Mənim ilk müəllimim Zakir müəllim olub. Özü də dəyərli bir, necə deyərlər, insandır, gözəl şairdir, gözəl müəllimdir. O cümlədən də gözəl bir xadimdir. Dəyərli də ziyalıdır. Allah qorusun. İnşallah uğurlarınız bol olsun. Hər zaman xoş günlərinizi toplaşaq. Var olasınız. Bugün təəssüf ki, burada bir hər hansı bir musiqi aləti yoxdur ki, Zakir müəllimin sözlərinə ifa edeyim. Bir mahnım var, onu ifa edərəm inşallah, amma söz verirəm ki, mütləq bu sözlərlə istifadə edəcəm.
güldürmüşəm, bəxtimi söndürmüşəm, yerimi bildirmişəm, bir qapıma gələn yox, fələyi güldürmüşəm, bəxtimi söndürmüşəm, yerimi bildirmişəm, bir qapıma gələn yox, kədərimi yıxmışam, öz ömrümdən çıxmışam, özümsün darıxmışam, ünvanımı bilən yox, kölgəmdə gəldi dilən, bir adam yox dilimə, yıxılıb ölsəm belə, yoxluğuma bilən yox, kölgəmdə gəldi dilən, bir adam yox dilimə, yıxılıb ölsəm belə, yoxluğuma bilən yox. İllərlə ili aşdım, milyon günə qarışdım, öz-özümlə danışdım, sesimi eşidən yox. İllərlə ili aşdım, milyon günə qarışdım, öz-özümlə danışdım, sesimi eşidən yox, kədərimi yıxmışam, öz ömrümdən çıxmışam, özümsün darıxmışam, ünvanımı bilən yox, kölgəmdə gəldi dilə, bir adam yox dilbirə, yıxılıb ölsəm belə, yoxluğuma bilən yox, kölgəmdə gəldi dilə, bir adam yoxdur bilə, yıxılıb ölsəm belə, yoxluğuma bilən yox, yoxluğuma bilən yox, ünvanımı bilən yox. Ay maşallah, səsinizdə qüvvət, həqiqətən gözəl, maşallah. Uğurlarınızın davamını görə Fərraz bəy. Bugün burada daha gözəl bir qiraətçi xanım iştirak eləyir. Kəmalə Elmar qızı. Xoş gəlmişsiniz. Buyurun, siz də dinləyək. Bir daha xoş gördük sizi. Buyurun. Zakir müəllimlə bizim tanışdığımız Zakir müəllimin dəniz şeiri ilə başlamışdı. Düşünürəm ki, uğurlu işlərimizdən biriydi. Mən Zakir müəllimizi təbrik edirəm. Hər zaman sizə yaradıcılıq zirvəsi təqdim eləməyə arzulayıram. Yəni bu kitabımız davamlı olsun, axarlı olsun. Hər zaman yaradıcılıq uğurları, can sağlığı diləyirəm sizə. Dəniz, dəniz, şıltaq dəniz. Dalğalarında səsinlə mənə nəğmə qoşursan, alırsan qoynuna ümidlərimi, səsinlə mənə nəğmə qoşursan. Sən sanki yarımın nəmli gözüsən, pıçıltı səsi ilə şirin sözüsən. Bilmirəm, bəlkə onun özüsən, səsinlə mənə nəğmə qoşursan. Ay dəniz, küləklər üşüdər səni, al götür qəlbimi, isidər səni.
tək aşiqin duyar, eşidər səni. Səsin də mənə nəğmə qoşursan. Səsin də mənə nəğmə qoşursan. Maşallah, səsiniz yəqin irəliləyən dəqiqələrdə yenə dinləyəcəyik sizi. Bəli, çox sağ olun, gələn ayaqlarınıza sağlıq. Şeirimiz qeyd TikTok'un kəşfət melodiya. Melodiya siyasına düşürdü, bəli. Maşallah, bir daha alqışlayaq o zaman, hər kimi alqışlayaq. Və istəyirəm elə bu arada, Tofiq əmi deyir ki, Mələk, sən niyə şeir demirsən? O zaman mən də düşündüm ki, Ağsaqqalın sözünü yerə salmayayım. Elə bu arada mən də şairimizin sevilən şeirlərindən deyim. Onu da vurğulayım ki, biz bir il olar da, biz Zakir əminin TikTok platformasında canlı efirdə şeir gününü keçirdik. Həqiqətən həmin günü bizim misafir boş qalmadı. Hər kəs bir-bir təkrar belə çıxırdı ki, belə gözəl pozitiv şeirlərdən səsləndirsin. Amma mən pozitivi seçmədim və Kəş belə görüşməyəydi adlı şeirini səsləndirəcəm. Zakir Musaoğlu deyir ki, deyirəm kəş belə görüşməyəydik. Bir qışın soyuğu var imiş səndə. Mən necə biləydim bu incikliyin təsiri bu qədər qalarmış səndə. Sənin baxışların soyuqdan soyuq, çöküb gözlərinə dağların çəni. Yelkənli gəmi tək xəyal dənizi, qoparıb aparır özündən məni. Qəlbimi sıxsa da bu soyuqluğum, yenə də sən mənə əzizsən, əziz. Sevgimiz bir dilsiz sevgiyə bənzər, onun qayğısına qalmalıyıq biz. Özüm də bilmirəm bu incikliyin, günahı səndəmi, yoxsa məndədir. Onsuz da nə fərqi bu ağrıların, ağrısı mənim də ürəyimdədir. Onsuz da nə fərqi? Bu ağrıların ağrısı mənim də ürəyimdədir. Ürəyimizə sağlıq olsun. Və bizim daha bir xanım şairimiz Tam Masallıdan bugün Zakir əmini təbrikə gəlib Şəfa Nur. Buyurun Şəfa xanım. Şairə gül də bağladı, adına layiq, özünə layiq. Xoş gəlmişsən Şəfa. Buyur. Salam, hər vaxtınız xeyir olsun. Mən Masallıran Təzalvadı kənd sakini Şəfa Nur. Bugün böyük həvəslə həmkarımız Zakir Musaoğlu'nun kitab təqdimatına iştirak edirəm. Allah şairimizə uzun ömür, can sağlığı, bundan da gözəl zirvələr nəsib etməsini arzulayıram inşallah. Hər zaman zirvələrdə olasınız Zakir bəy, ailənizlə bir yerdə hər zaman. İnşallah bundan sonra da gözəl inşallah addımlara addım atasınız. Allah sizi var eləsin. Biz Zakir bəylə bir şey hazırlamışıq. Bilməm, polisdə gələcək yayım. Mən deyərəm ki, öz qələmimdən deyəcəm birinci. Mən demişəm ki, ay mənim dünyamın ən gözəl gülü. Dünyada gözəldir, sən də gözəlsən. Geridə qoymusan xarı bülbülü. Dünya da gözəldir, sən də gözəlsən. Baldan da şirinsən sözümdə mənim. Gülüşə səbəbsən üzümdə mənim. Dünyam da dağılsa gözümdə mənim. Dünya da gözəldir, sən də gözəlsən. Sevdiyim, sevgini gizlətmə nə olar? Məndə varlığını özlətmə nə olar? Gedib gəlişini gözlətmə nə olar? Dünya da gözəldir, sən də gözəlsən. Mən sənin eşqinə düşmüşəm yaman. Rəğbət bəsləmişəm sənə hər zaman. Məni eşit gülüm, eşit və inan. Dünya da gözəldir, sən də gözəlsən. Olmasan viranə olar həyatın. Talihsiz kökündə solar həyatın. Mənasız boşalar dolar həyatın. Dünya da gözəldir, sən də gözəlsən. Su oldum payızın yağışlarında. Sən varsan ömrümün naxışlarında. Qəlbim bir aynadır baxışlarında. Dünyada gözəldir, sən də gözəlsən. Surətin görünür dağda, dərədə. Dəyərin bir cürdür bəlkə hərədə. Sən mənim dünyamsan, ona görə də. Dünyada gözəldir, sən də gözəlsən. Dünyada gözəldir, sən də gözəlsən.
Sən ey cənubun gözəl balalı, ruhum səninlədir, cismim aralı. Baxıram cavansan, əli xınalı, dünya da gözəldir, sən də gözəlsən. Gözəldir gül çiçək çöldə, çəməndə, quşdakı çırpınır ürək sevəndə. O şirin ləhcənlə şeir deyəndə, dünya da gözəldir, sən də gözəlsən. Yadı necə sevim, mən dura-dura, mən aşıq olmuşam sən tək dildara. Yetişə biləydim sənə gülzara, dünya da gözəldir, sən də gözəlsən. Nə edim, qismətim beləymiş gülün, taleyim kəm gəlir, mən necə gülün. Doymuram mən səndən, gec gəlsin ölüm, dünya da gözəldir, sən də gözəlsən. Dünya da gözəldir, sən də gözəlsən. Təşəkkür edirəm Zakir bəy, var olasınız. Mən Zakir bəyin qələmindən bir şeir deyəcəm. Mən necə sevirəm səni bilirsən, kaş məni sevəydin, mən sevən kimi. Baxıb, sən bu dəliliyə niyə gülürsən, kaş məni sevəydin, mən sevən kimi. Görkəmin can alır mələk kimisən, ruhumu oxşayan çiçək kimisən, sevgidən sırpınan ürək kimisən, kaş məni sevəydin, mən sevən kimi. Səni sevən gündən dəyişmişəm mən, sevgidən yazıram ta bədayətən. Bilirəm gözəlsən güldən çiçəkdən, kaş məni sevəydin, mən sevən kimi. Ürəyində sevgi olub yaşaram, bülbül tək sənə nəğmə qoşaram, sevə-sevə dəniz təki coşaram, kaş məni sevəydin, mən sevən kimi. Mən sənə aşiqəm gülüm, o ki var, könlüm yalvarıb sənə dil açar. Gəl məni həsrətdən, kədərdən qutar, kaş məni sevəydin, mən sevən kimi. Kaş məni sevəydin, mən sevən kimi. Uğurlarınız bol olsun Zakir bəy, var olasınız. Çox sağ olun Şəfəq xanım, təşəkkür edirəm, var olasınız. Həqiqətən də mən hər iki müəllifə bir daha alqış istəyirəm, o bayaqki bir değişmə kimi, cavab kimi çox gözəl yazılmışdı. Əhsən. Və mən indi şairin dostu, elə mənim də dostumdur, çoxlarımızın dostudur, belə deyək. Əslində, belə deyək. Sahəsi həkim olsa da şeirə, qiraətə böyük marağı, onu da bizim aramıza gətirib. Şairin ən yaxın dostlarından biri, qiraətçi Ramil Rizvanoğlu. Onu da vurğulayım ki, şairə bir sürprizimiz var. Mən Zakir müəllimlə sosial şəbəkədən tanış olduq, TikTok platformasından. Və bizim tanışlığımızı planlaşdıran biraz öncə qonağı oldu, bizim qonağımız oldu, Gülşən oldu bəli. Onun canlısında olduq və Zakir müəllim mənim qiraətimi bəyəndi və sonra belə davam elədi bizim və mən Telman qızı səsləndirdiyi Bir Həzin Nəğməyəmi və Kəmalə Elman qızının səsləndirdiyi Bir Həzin Nəğməyəmi dinlədim. Ondan öncə də səsləndirən olmuşdu, amma ən gözəl səsləndirmə onun səsləndirməsi oldu. Mən onu dinlədim. İstədim ki, Zakir müəllim bunu ikinci dəfə özüm də səsləndirəm, belə deyək, kişi səsi ilə. Və Zakir müəllim onu da bəyəndi, Bir Həzin Nəğməyəmi də bəyəndi və beləliklə bu trend oldu. Və Zakir müəllimin yüksək mənəvi keyfiyyətləri, bir müəllim kimi, Azərbaycanın vətənpərvar oğlu kimi bayraq haqqında şeirlər yazıb, Zakir müəllim şəhidlərimiz haqqında şeirlər yazıb, vətən haqqında, ana haqqında, sevgi haqqında və s. Və yüksək mənəvi keyfiyyətlərə və dərin fəlsəfi dəyərlərə malik şeirləri var, sadə dillə yazıb. Şəxsiyyətin necə ki, bax belə böyükdür və sadədir, şeirlər də elədir. Bir daha təşəkkür edirəm. Uğurlarınız bol olsun, davamiyyətli olsun. Allah ailənizi qorusun, sevdiklərinizi qorusun.
daim gözəl günlərə sevdiklərinizlə bir yerdə. Çox sağ olun, təşəkkür edirəm. Və indi o sürprizimizi biz istəyirik həyata keçirək. Vətənə göstərdiyi xidmətlərə görə poeziya sayəsində Zakir Musoğlu bugün mükafatlanır. Azərbaycan tarixlər boyu görkəmli şəxsiyyətlər və dahilər yetişdirmişdir və hal-hazırda da yetişdirməkdədir. Zakir Musoğlu da o cür şəxsiyyətlərdəndir, əziz şairlərimizdəndir. Media Araşdırma Mərkəzi Birliyinin təşəbbüsü ilə Zakir Musoğlu'na 2026-cı il Qızıl Qələm mükafatı təqdim olunur. Və diplomu təqdim etmək üçün məktəbimizin direktoru Xırda xanımı dəvət edirik. Buyurun. Təşəkkür edirəm. Mən təbrik edirik. Uğurlarınız bol olsun. Bu şairələr, qiraətçilər demiş, axarınca olsun. Bir daha təbrik edirəm. Onu da vurğulayım ki, bu diplomun alınmasında, yəni Ramil bəyin də böyük zəhməti olmuşdu, sağ olsun. Həqiqətən layiqdir. Bəli, layiqdir və layiq da görüldü, var olsun. Buyurun. Sağ olun. Uğurlarınız davamlı olsun Zakir müəllim. Hələ bu diplomlardan çox olacaq, inşallah ki, çox olacaq. Mən də sizə təşəkkür edirəm ki, mənim zəhmətimi, yaradıcılığımı qiymətləndirirsiniz. Mən də sizin hamınıza öz təşəkkürümü bildirirəm ki, mənim zəhmətimi, əməyimi, yaradıcılığımı qiymətləndirirsiniz. Məni bu Qızıl Qələm mükafatına layiq bilirsiniz. Çox sağ olun, təşəkkür edirəm. İndi isə Zakir müəllimin səsləndirdiyim şeirlərini biri səsləndirəcəm. Yeri gəlmişkən. Bilirsən gözəlim, sevirəm səni. Mən sənin eşqindən dəli olmuşam. Eşqim pünhandır, ta incidir məni. Mən sənin eşqindən dəli olmuşam. Sevirəm kəlməsi ürəkdə qaldı. Gözlərim ağlını başımdan aldı. Fikrim hey dolandı, xəyala daldı. Mən sənin eşqindən dəli olmuşam. Gözüm gözlərinə həsrətlə baxır. Sevgim gözlərimdən qəlbimə axır. Həsrətin içimi yandırıb yaxır. Mən sənin eşqindən dəli olmuşam. Baxdım gözlərinə, kədəri gördüm. Bir gözlərindən kədəri dərdim. Sənə qovuşmaqdır dünyada dərdim. Mən sənin eşqindən dəli olmuşam. Mən sənin eşqindən dəli olmuşam. Var ol Nəzir. Çox sağ olun, səsinizə sağlıq. Doğrudan da şeiri olan sevgini gördünüz də, həqiqətən bu da hər kəsin bacarmadığı bir işdir ki, Ramil bəy əzbərdən dedi. Və daha bir qonağımızı, gözəl bir xanımı bura dəvət edəcəm. Qiraətçi şairə Günay Dəniz. Buyurun Günay xanım. Salam, hörmətli qonaqlar və tədbir iştirakçıları, hər birinizi salamlayıram və çox hörmətli Zakir müəllim. Təbrik edirəm sizi. İnşallah ki, belə gözəl nailiyyətləri, mükafatları daha yüksəklərini əldə eləyəsiniz. Zakir müəllim deyir ki, şimal küləyi tək, soyuq baxışı. İnan ki, qəlbimi dolanır gülüm. Səsini buzdəki o bayaz rəngi, solğunu sazağı andırır gülüm. Sanki dəniziyəm, tənha gəmi tək. Sanki dəniziyəm, tənha gəmi tək. Yüküm qəm yüküdür, ta çəkim gərək. Günahım nədir ki o zalım fəllək? Ta məni içində sındırır gülüm. Bağışla yolumu, hərdən azıram. Adımı adınla qoşa yazıram.
bəxtsiz taleyimi tərsə yazıram. Özüm öz adımı, öz odumda özümü yandırım gülüm, bəxtsiz taleyimi tərsə yazıram. Öz odumda özümü yandırım gülüm. Çox üzr istəyirəm. Gözəl şeirlərdə qələminiz yazar olsun. Çox üzr istəyirəm, həqiqətən səhətim yaxşı deyil. Və izin olarsa bir dənə də öz şeirimi sizlər üçün təqdim edeyim. Bu boyda ağacda qeyrətə bir bax. Yarpağın özündə saxlaya bilmir. Ağac özü boyda olub oyuncaq, yarpaqsız dərdini ağlaya bilmir. Nə olsun boyatı bucalıb, dolub, tək bircə yarpaqla nə edə bilər? Daha vaxtı ötüb, qocalıb, solub, bir gün şah qamətin kədərəyər. Çılpaq bədənini verib ayaza, tək-tək budaqların quruyub artıq. Ay Zəkir müəllim, ağac dözməyirsə əgər payıza, qışdan necə çıxar görəsən yazıq? Daha qəmlənməyin nə faydası var? Tək yarpağın ümidinə qalmışsan. Bilər töküləndə yarpaqlar, gərək bilərdin ki, daha qocalırsan. Ayıq ol, yuxuya vermə özünü, gözünü yuman tək düşəcək yarpaq. Ayıq ol ay ağac, yumsan gözünü, səni də qoynuna çəkəcək torpaq. Sənə rişxənd ilə güləcək torpaq. Sənə rişxənd ilə güləcək torpaq. Təşəkkür edirəm, minnətdaram. Hər zaman uğurlarım bol olsun. İllərin dostu, qələm dostu, bacı dostu, hər zaman vəfalı insan və insanlığa, ədəbiyyata hörmət edib dəyər verən sənin də uğurların bol olsun. İnşallah böyük tədbirlərin aparıcısı olasan. Çox sağ ol Günay xanım. Allah şəfa versin onda ki, səni belə görmək istəməzdik. İnşallah ki, tezliklə toparlanarsan, hər şey gözəldir. Və qısa deyəcəm, Qəzəlxan Əl-Abbas Cəlloğlu. Xoş gəlmişsən. Yazdığı qəzəllərlə ağsaqqal kimi görünən gənc şairimiz. Əvvəla salamlayıram hamınızı, tədbirdə yolduğunuz üçün çox sağ olun. Tofiq Dağlı əmini də salamlayıram buradan. Bayaqlar bir söz götürdü ki, cavanlar ibrət götürməlidir. Əksinə, həm də yaşlılar da ibrət götürməlidir ki, biz cavanlara bu cür yaşlı kişilər dəstək olur. İndi bu dəqiqə yaşlılar cavanları bəyənmir. Amma bu ağsaqqal, Allah can sağlığı versin. Yaşlılar cavanlara mərhəmət göstərməlidir. Cavanlar da yaşlılara hörmət. Əgər mərhəmət yoxsa hörmət də yox. Hər birinizi bir daha salamlayıram. Yenə də deyirəm, mən qirayətçi deyiləm, qəzəllə məşğulam. Nəsə səhvim olsa, nöqsanım olsa, üzr istəyirəm. Gülüm, gözlərimlə o gözlərindən, sevgidən bir misqal iz axtarıram. Qönçə dodağın gül ləçəyindən, bal teki şipşirin söz axtarıram. Yenə gözəl baxıb gülümsə mənə, olmuşam eşqindən dəli divanə. Dolanıb cahanı baxıb hər yana, bir xumar baxışlı göz axtarıram. Qarlı bir qış olub gəlmə üstümə, əstirib rüzgarı durma qəstimə. Kör oldu gözləri, yandı üstümə, qəlbimi dağlayan köz axtarıram. Üzün aydan nurlu, gözəl mələksən, bənövşə qoxulu tərli çiçəksən, qəlbimi nə qədər incidəcəksən. Gülər üz, mehriban, üz axtarıram. Gülər üz, mehriban, üz axtarıram. Minnətdarım ərdimizə, məndən yaşlıların qarşısında baş əyirəm, Rəsul qardaş sənə də salamlayıram atam, Səməd Asifoğlu, Günay xanım, hər birinizi salamlayıram, Allah can sağlığı versin, minnətdarım. Çox sağ ol Əl-Abbas. Yəqin ki, irəliləyən dəqiqələrdə səndən bir gözəl də dinləyəcəyik.
İndi isə gözəl bir kompozisiya dinlədəcəyik sizlərə, əziz dostlar. Kompozisiyada Zakir müəllimin öz övladı, həm də öz şagirdi Mahir Zakiroğlu həm tarda ifa edir, həm muğam ifa edir və Zakir müəllimlə bərabər həm də şeir deyir. Və buyurun dinləyək. Onu da deyim ki, üzürlü səbəbdən bugün Mahir bəy burada iştirak edə bilmir, amma bilirik ki, Özürəyə buradadır və səsini sizlərə dinlədir. Buyurun. Ruhumun ətirli çiçəyi sənsən. Çağırdın yanıma, niyə gəlmədin? Bu nağıl dünyamın gerçəyi sənsən. Çağırdım yanıma, niyə gəlmədin? Hicrana çətin ki, ürəyim dözə. Ta dilim tutulub baxmır ki sözə. Bəlkə də eşqimiz gəlibdi gözə. Çağırdım yanıma, niyə gəlmədin? Sənə yüz versə kədər, məclisə cananı çağır. Sənə yüz versə kədər, məclisə cananı çağır. Dodağı qömsəli, o gözləri ceyran çağır. Eşkidir hicridir aləmdə müsadır mənan. Eşkidir aləmdə müsadır mənan. Varsa şübhəyəm, bunun isbatına dünya çağıram. Ay Gözlərim yol çəkir hər axşam səhər. Kəsir boğazımı acı qəm qəhər. Sənsiz gecələrim keçir bir təhər. Çağırdım yanıma, niyə gəlmədin? Zakirəm, tək səni andım bu gecə. Özümə qəmxarım sandım bu gecə. Qovrulub oduna yandım bu gecə. Çağırdım yanıma, niyə gəlmədin? Söndürə bilməyəcəksən, yenə eşqin odur. Söndürə bilməyəcəksən, yenə eşqin odur. İstəyirsən köməyə Səni qəmlərdən üzüb olmağa eylərsən hücum. Səni qəmlərdən üzüb olmağa eylərsən hücum. Özgə bir kimsə yox, təkcə Süleyman canım. Yanar Uğurları davamlı olsun oğlunuzun və sizin də doğrudan çox gözəl bir, necə deyim, çox gözəl səslər. Bütün ailə hamısı musiqiçidir. Ana da, ata da. Bəli, yenə qonaqlarımızı da dəvət edəcəyik və
şair, qiraətçi, hər birimizin balamız deyə boyun sevdiyimiz Ağa Kişi Çingizoğlu buradadır. Buyur ağa, hoş gəlmişsən. Şairə hədiyyəsi də var. Hoş gəlmişsən mən balam, buyur. Mən də özünə özəmdə salamlayıram bütün səsi. Başına uğurlarınız bol olsun, sağlığınız olsun inşallah. Buna bir şiir səsləndirir. Hər gün səni çiçək kimi sevə-sevə qoxlayıram. Səni arzu dilək kimi ürəyimdə saxlayıram. Mən yuxumda səni gördüm, gözün əmli ağlamsan. Dərd üstünə gəldi dərdim, ürəyimi dağlamsan. Bilirsənmi, hər gün gecə sənsiz qəməhi batıram. Yastığımı bilsən necə, göz yaşımla ısladıram. Bir ki bitməz bu məhəbbət, sevgimizin sonu yoxdur. Sevgim sənə bir əmanət, sevinci az, qəmi çoxdur. Sağ olun, var ol, səsini sağlıq. Bir daha var ol, ağa, çox sağ ol gəldiyin üçün, hədiyyənin üçün də təşəkkür edirik. Onu da vurğulayım ki, dostlar, kitab əldə eləmək istəyənlər buyursun. Kitabımız sərgidədir, Zakir müəllimin. Birazdan imzalayacağı kitabları əldə eləyə bilərsiniz. Və Zakir müəllim yazır ki, hər kəlməm bir giley, bir yanğı, bir qəm. Bu nə üzüntüdür üzündə sənin? Kədərə bələnnəm, qəmə bələnnəm, təbəssüm görməsəm üzündə sənin. Biləydin nə qədər gözüm yol çəkib, xəyalım qəlbinə rəsmini çəkib, ay gülüm, gəlişin nə uzun çəkib, silinib yollardan izlərin sənin. Zakirəm, ətlisən köksümdə qarı, Zakirəm, əritsən köksümdə qarı, gətir sevgimizə yazı, baharı, əgər yanırsansa, elə yanbarı, qızının odunda, közündə sənin. Qızının odunda, közündə sənin. Ürəyimizə sağlıq, Zakirlərim. Və daha bir şairimiz buradadır. Tənqidçi şair Mail Babazadə. Tənqidçi deməsəm olmazdı. Buyur Mail, hoş gəlmişsən. Çok sağ olun, buyurun, hoş gəlmişsiniz. Eyvallah, sağ olun, hər birinizi salamlayıram, hoş gördük. Mən səni bu hoş günün münasibətinizə səmimiyyətimə təbrik edirəm. Allah sizə sana sağ olun, versin. Senin bir şeirini mən çox bəyəndim. Bütün şeylərin hər biri gözəldir. Mənim şeirime bir nəzir yazmışsınız. Uzaqdan uzağa sevirim səni, aynen belədir. Gözəlim, uzaqdan sevirim səni. Həzrətdən döyünən ürəklər kimi, qəlblərdə sağlayan ürəklər kimi, çölünü oxşayan çiçəklər kimi. Gözəlim, uzaqdan sevirəm səni, görmədən dünyamdan sənin ətrini, elə hey çəkirəm sənin qəhrini, həsrətin qəlbimdə vurub çətirini. Gözəlim, uzaqdan sevirəm səni, hissimi gözü ilə sənə baxıram. Buludlarda şimşək kimi çaxıram, yollarına yağış kimi yağıram. Gözəlim, uzaqdan sevirəm səni, həsrətdən döyünən ürəklər kimi, qəlblərdə çırpınan diləklər kimi, çölünü oxşayan çiçəklər kimi. Əmin, çox sağ ol, mən təbrik edirəm, uğurlu olsun, xeyirli olsun. Çok sağ ol Mayal, gələn ayaqların var olsun. Ve daha bir şairimiz buradadır. Resul Abuşov. Zakir Bey, sizi təbrik edirəm. İnşallah ki, qələmiz daim yazar olsun. Yazın, yaradın. Elə yazın ki, könülləri dağlansın. Bu oxucuların könülləri dağlansın. Yəni biz çalışdıq eləyəcək ki,
hər kəsin qəlbinə bir neçə titrəyiş olsun da. Çalışın siz də həmişə qələminiz elə yazsın. Bir haftandan kitabınızda bir neçə şeiri götürüb oxuyuram. Təhsiyə düşüb eləm ki, elə mən oxuduğum şeiri sırası götürüb kimsə oxuyur. Amma mümkündür, indi bu şeiri oxuyacaq. Bu şeiri elə desən sizin özünüzü çağırdım, niyə gəlir? Ruhumun ətirli çiçəksənsən. Çağırdım, yanıma niyə gəlmədin? Sən nağıl dünyamın gerçəyi gülüm, çağırdım, yanıma niyə gəlmədin? Hicrana çətin ki ürəyim dözə, ta dilim tutulub, baxmır ki sözə, bəlkə də eşkimiz gəlibdi gözə, çağırdım, yanıma niyə gəlmədin? Gözlərim yol çəkir hər axşam səhər, kəsir boğazımın acı, qəhər. Sənsiz gecələrim keçir bir təhər. Çağırdım, yanıma niyə gəlmədin? Zakirəm, tək səni andım bu gecə, özümə qəmxarım sandım bu gecə, qovrulub oduna yandım bu gecə. Çağırdım, yanıma niyə gəlmədin? Çağırdım, yanıma niyə gəlmədin? Çok sağ ol, var ol. Mən üzr istəyirəm, qiraətçi deyirəm də, yəni düz qiraətçilərdən üzr istəyirəm. Mən heç kəsin də şeirini demirəm. Birinci adamdır ki, Zakir bəy ki, mən onun şeirini deyirəm. Var ol, rəs ol. Elə çox da gözəl qiraətçisən, maşallah. Ben Zakir müəllimin daha çox, yəni ən çox sevdiyim şeirlərindən biri var məndə. Qısaları seçirəm ki, dostlara çox yol verək. Yazır ki, səndən uzaqda halım yamandır. Ağlımı başımdan alanım mənim. Könlüm ayrılıqdan yaman talandı, gözləri yollarda qalanım mənim. Dünyada mən sənsiz gülü neylərdim? Görsəydim mən səni olmazdı dərdim. Sən gələn yollara çiçək səpərdim. Mən bu sevdaya, məni bu sevdaya salanım mənim. Səndən ayrı düşmək tamam günahdır. Ağaran saçlarım büsbütün ahdır. Qəlbim də həsrətdən qanat-qanatdır. Ay mənim dərdimə qalanım mənim. Ay mənim dərdimə qalanım mənim. Sanki Kəmalə xanıma həsr oldu bu sevdə. Var olun, ürəyinizə sağlıq. Və daha bir şairimiz buradadır, Vaqif Yolçuyev. Hoş gelmişsiniz. Buyurun. Hoş gelmişsiniz. Herkes salamlayıram. Özlərimdən Zakir bəy təbrik edirəm. Axırıncı olmasın, axarıncı olsun. Və uğurlarınız bol olsun. Bizim kimi həmkarlarla baxaq, sevinir. Mən də qiraətçi deyiləm də şairəm. Gözəl gəlmiş. Çox sağ olun, təşəkkür edirəm. Minnətdaram. Söz verdiyinizə görə Ələ xanım sizə, Zakir bəy sizə və Allah Teala sizin gələnizin daim yazar etsin. Sağ olun, çox sağ olun. Təşəkkür ederim. Sağ olun, təşəkkür ederim. Çok sağ olun, var olun. Ben Ramil Rızvanoğlu'nu dəvət edirik bura bir daha və Ramil bəylə bir sürpriz deyim, hədiyəmiz var. Buyur Ramil bəy, yenə sən dinləyək. Mən biraz özüm haqqında məlumat vereyim. Mən ali təhsilə həkiməm. 20 ildir bu fəaliyyət məşğulam. Uşaq stomatologuyam. Dövlət müəssisəsində çalışıram. Sonra idman sahəsində də kiçik bir rəhbərliyim var. Ağdam, özüm Ağdamlı olduğuma görə adını da elə qoymuşum. Ağdam mini futbol komandasının da rəhbəriyəm. Və bəli, bu yaxınlarda da şəhidlər adında olmuş turnirdə qələbə qazandıq. Amma poeziya mənim həvəsim tam başqadır, həqiqətən də. Burada sizinlə bir yerdə olmaqdan qürur duyuram. Çok sağ olun Ramil Bey və onu da vurğulayım ki, Ramil Bey 2025-ci ilin Qızıl Səs Media mükafatına layiq görülüb və o mükafatı da burada yaxın dostu olaraq Zakir müəllim təqdim edəcək. Buyurun.
Xeyirli uğurlu olsun, davamlı olsun, həqiqətən də layiqsən. Buyur, yəqin şeir dinləyəcəyik sizdən. Bəli. Mən Ramil Rızvanoğlu ilə, Ramil həkimlə sosial şəbəkədə bəyan özü qeyd elədiyi kimi tanış olmuşuq Gülşən Ulduzun canlı yayımında. Amma doğrudan da Gülşən Ulduzun bu canlı yayımda tanışdığımız bizə çox böyük uğur gətirdi. Ramil Rızvanoğlu ilə tanış oldum, dost oldum. Nəinki dost, Ramil Rızvanoğlu mənim qardaşımdır. Mən ona dost yox, qardaş deyirəm. Bəli, bugün də onun uğruna mən doğrudan da bir qardaş kimi sevinirəm və onu təbrik edirəm. Qızıl Səs mükafatı fəaliyyəti olduğu üçün. Teşekkür ederim Zakir müəllim. Bu mükafatı da sizin əlinizdən almaq mənim üçün başqa bir qürur verici bir şeydir. Mən müxtəlif mükafatlar almışam, həkim olaraq, idman rəhbəri olaraq. Bu mükafatın məndə yeri tam başqadır. İndi isə mən şair deyiləm və özümü qiraətçi də adlandırmıram, amma belə deyək, bu məsələyə həvəskar yanaşdım, amma sonra təhsilini aldım qiraətin. Və özümün 44 günlük müharibə ərəfəsində yazdığım bir şeir var. Şuşa haqqında. Daha doğrusu Şuşanı ilk gedib görənlər qələbədən sonra onların dilindən yazmışam. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlam həyat nəsib eləsin. Ali baş komandanımızı qorusun, xalqımızı qorusun. Öz qələmindəndir bu şeir. Qarabağın gözüsən, sevənlərin şəhəri, şairlərin sözüsən, gözəl Şuşa şəhəri. Hər fəslin gözəldir, payız, qış, yaz, baharın, libasın gül çiçəkdir, al əlvandır dağların. Xari bülbül gülünün yoxdur tayı bənzəri, lalə, nərgiz, bənövşə və zəifdir çölləri. Dağlarının tacı da ağır fəhli buludlar, sənə arxa dayaqdır, igid, aslan oğullar. Şəhidlərin şəhəri, qazilərin dərmanı, düşmənlərin zəhəri, qələbələr fərmanı. Həsrət qaldıq 30 il çəməninə, düzünə. Gəlin yenə yığışıb çıxaq cıdır düzünə. Gedək gəzək dolaşaq o sevimli yerləri, bizim üçün darıxıb dağları, meşələri. İncəsənət məktəbi, dahilərin məskəni, Üzeyrin, Vaqifin əziz doğma vətəni. Mədəniyyət paytaxtım, dağların yaşıl meşə, üç rəngli bayrağımla yaşa, var ol həmişə. Üç rəngli bayrağımla yaşa, var ol həmişə. Çox sağ ol Ramil bəy, həqiqətən sənin kimi bir dost qazandığım üçün mən də çox şadam. Futbol komandamızı da təbrik edirəm. Sənin olduğun yerdə hər zaman qalibiyyət olmalıdır zaten. Çox sağ ol, var ol. Və daha bir qonağımız var burada. Gözəl, göyçək bir xanım təşrif buyurur. Telaparıcı Günel xanım. Xoş gəlmişsiniz. Xoş gördük. Nə xoş bizə ki, sosial şəbəkələrdə heç kəs üzümüzü görmədən də tanıdığımız insanlarla yaxınlığımız, dostluğumuz, hətta bağı olmadan bir doğmalığımız yaranır. Günel xanım da onlardan biridir. Buyurun Günel xanım. Çok sağ olun, teşekkür ederim. Bu arada bugün ne güzel, daha bir əlamətlər gündür, 17 noyabr. Bir şərif günü, bu münasibətlə təbrik edirəm əlbəttə ki, hər birimizi. Gözəl gün seçmişsiniz Zakir müəllim. Bəli, Zakir müəllimlə tanışdığımız təsadüfi olub, amma nə gözəl olub. Ben yoldaşınızı da bu arada gördüm. Həmişə bir olasınız, bərabər olasınız. Rəbbim sizə ən önəmlisi sağlam, maraqlı, xoş
Bax, belə şeir kimi ömür nəsib eləsin. İnşallah ki, dinləyəcəyik, çox vaxtımızı almayayım. Düşünürəm ki, artıq yekunlaşdırmaq üzrəyiz. Zakir mən çox məmnun oldum. Demək ki, bəzilərimiz var ki, bu real həyatdır da, dostlar. TikTok platformasını, sosial şəbəkəsini bir balaca mənfi yöndən tanıyırıq haradasa. Çoxumuz bəlkə də TikToku biraz belə üzr istəyirəm, barmaq arası baxırıq. Amma demək ki, Zakir müəllim kimi insanlar var orada və bu cür insanları bizə qazandırırsa TikTok, demək ki, elə deyil. Yəni, yaxşı mənada bizi yanılda bilir. Və nə xoş ki, bu platformada da biz ürəyimiz istəyən kimi, layiq olduğumuz kimi, bax, o cür insanları tapırıq, görürük, araşdırırıq, maraqlanırıq və nəticədə tanış oluruq. Hər biriniz aiddir, burada kimi gördümsə şad oldum. Hardasa mən bir köydən yaxınam, qələm əhli olaraq, amma poeziyadan bir balaca uzağım, sadəcə sevdalısıyam, yəni şeir sevənəm. Və təəssüf ki, bir balaca yaddaş problemim olduğuna görə və illərlə də mən xəbər aparıcısı olmuşam. Xəbərdə də ki, netlik, dəqiqlik, şərtdir, bilirsiniz, daha yüklü oluruq. İndi bir balaca artıq korporativlərdəyəm, özəl tədbirlər falan, Zakir müəllim. Televiziyada hazırda deyiləm, amma layihə üzərində iş gedir. Görək, biz bir varıq, bir yoxuq da olur. Küskün tərəflər, tez küsəyən aparıcılar. Amma o şeirimizi telefondan üzr istəyirəm, səsləndirəcəm. Çoxdur, amma bir balaca mənə elə bilin ki, sanki orada özümü görmüşəm, Zakir müəllim. Bunu seçdim, amma hamısı gözəldir təbii ki. Dostlar, icazənizlə. Zakir müəllim, kaş axtardığınız hər şey həmişə ürəyinizcə olsun, gözəl olsun. Necə ki, burada da axtarırsınız. Məncə, tapmışsınız yarınızı, ömür yoldaşınızı, amma şairlər elə hey axtarır. Yox, Lətifəsi xalımlayıraq, siz sevgi bir mənalı deyil axı, çox mənalı. Eyni yazılır, eyni deyilir, amma bilirik ki, bu faktdır ki, reallıqdır ki, sevgi çox şaxəlidir hətta. Vətənə var, anaya var. Yəni, bunu sadalamağa ehtiyac yoxdur, dostlar. Gəlin, yəni bir mənalı yozmayaq, şairlər yenə deyirəm, hər zaman elə hey axtarırlar. Həm də şairlər tək öz həyatı yox, əlbəttə, başqa insanların həyatı yaşayır. Doğru. Gülüm, gözlərimlə o gözlərindən, sevgidən bir misqal iz axtarıram. Gönçə dodağından, gül ləçəyindən, bal təki şipşinin söz axtarıram. Yenə gözəl baxıb gülümsə mənə, olmuşam eşqindən dəli divanə. Dolanıb cahanı baxıb hər yana, bir xumar baxışlı Zakir müəllim deyir, göz axtarıram. Qarlı bir qış olub gəlmə üstümə, əstirib rüzgarı durma qəstimə. Kör oldu gözlərim, yandı tüstümə, qəlbimi dağlayan köz axtarıram. Uzun aydın nurlu, aydan nurlu gözəl mələksən, bənövşə qoxulu, tərli çiçəksən, qəlbi nə qədər incidəcəksən. Mən düşünürəm ki, şairlər qəlbi incidir amma. Gülərüz, mehriban, üz axtarıram. Bax, buradakı elə həmçinin insanlar kimi. Bu arada gözəl xanımlarımız şad oldum. İnşallah ki, yaxınlaşacağım sizə də. Zakir müəllim, həm də bu insanları tanıdığım üçün sizə təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Həmişə rastınıza bax, axtardığınız nə varsa gözəl çıxsın, gözəl gəlsin. Allah siz sağlam ömür versin. Üz axtarıram. Təbrik edirəm. Bir qüsurum oldu, amma yenə də biraz da Onu da xatırladaq ki, bu şeiri Zakir müəllim ömür gün yoldaşına yazıbdır. Bəli. Yox, görürsünüz də, aparıcılıq budur, bax, gəldi, axtım söhbəti, nöqtəni də nizamı da O şeiri mən də qirayət etmişəm, ona görə bilirəm ki, ömür gün yoldaşına yazdığı şeirdir. Yaxın zamanlarda, yəni yeni yazdığı şeylərdir. Adınız necə? Adı necə idi xanım? Kəmalə xanım. Kəmalə xanım, sizə eşq olsun ki, Zakir müəllimi yazdıra bilirsiniz. Çox sağ olun. Siz də sağ olun. Bəli, Kəmalə xanım Zakir müəllimin yanında olan, yəni ki, xəyalında deyil, yanında olan ilham pərisidir. Bir alqışlar da Kəmalə xanım üçün istəyir. Və dostlar, yenə istəyirəm elə Zakir müəllimin özündən bir şey dinləyək. Bəli,
Əziz qonaqlar, hörmətli yazarlar, şair dostlarım, mən indi öz qələmdən olan bir bayraq şeirisi üçün səsləndirirəm. Şəhidlər yolunda canından keçər, qazilər diz çöküb sənə and içər, xalqımın mənliyi bu yoldan keçər, sənsən millətimin sönməz mayağı, xalqımın üstündəki şanlı bayrağı. Boyunu göydəki mələklər sevər, yoluna düzülən çiçəklər sevər, vətən üçün döyünən ürəklər sevər. Sənsən millətimin gözünün yağı, xalqımın üstündəki şanlı bayrağı. Ayın ulduzunla nur çırağımsan, səmada naxışlı göy qurşağımsan, qələbə müjdəli bir bayrağımsan. Sənsən düşmənlərin gözünün dağı, xalqımın üç rəngli şanlı bayrağı. Teşekkür ederim. Çok sağ olun Zakir müəllim. Həqiqətən mührü vurulmuş bir şeirdir bu bayraq şeiri. Çok sağ olun. Her zaman bayrağımız yükseklərdə, Qarabağda və dünyanın hər yerində, zirvələrdə dalğalansın inşallah. Her birinize teşekkür ederim. Çok sağ olun. Hayat yolunda, her zaman bir yerde olasınız. Ahirette de size bir yerde olmak Teşekkür ederim. Sizin hamınızla əzizimsiniz. İstər bəylər, istər xanımlar. Bəylər benim qardaşlarım, xanımlar şəhadlarım. Zakir müəllim, aslında bir amin söylesin ama. Sağ olun. Amin, amin. Buyurun, kim kitabımıza da diyecekse buyurun. Biz imzasını ona kadar da korkumuz olarak geleceğiz.
şair, bizim değerli şairimiz buyurur. Ağlama sus, ağlama. Qəlbin yaralı xanım, sən mənə yas saxlama. Sevə-sevə mən sənə nə qədər zülm etmişəm. Həminki kimi yenə səni qoyub getmişəm. Səni vermişəm qəmə, mən torpaqda bitmişəm. Leyli sədaqəti ilə özünü öymə, öymə. Ayrılıq həsrəti ilə dizini döymə, döymə. Sən o cəsarətinlə məni o ki var sök. Gücünlə, qüvvətinlə, ruhumu o ki var döy. Ağlama, sən ağlama, qəlbi yaralı xanım. Yadımda sən saxlama, yox olsun adım, sanım. Yox olsun adım, sanım. Keş mən sevəydim, mən sevən kimi. Görkəmin cana boş, mələk kimsən. Ruhumu oxşayan çiçək kimsən. Sevgidən çırpınan ürək kimsən. Kaş məni sevəydin, sən sevən kimi. Səni sevən gündən dəyişmişəm mən. Sevgidən yazıram, ta bədahətəm. Bilirəm, bilirəm gözəlsən, güldən çiçəkdən. Kaş məni sevəydin, mən sevən kimi. Ürəyimdə sevgi olub yaşayam, bulud təki sənə nəğmə qoşaram. Sevə-sevə, dəniz kimi coşaram. Kaş məni sevəydin, mən sevən kimi. Mən sənə aşiqəm, qəlbimdə qubar. Könlüm də yalvarıb sənə dil açar. Gəl məni həsrətdən, kədərdən qutar. Kaş səni sevəydin, kaş məni sevəydin, mən sevən kimi. Biz qonağımız gəldi çıxdı. Hər birimizin dəyərli dostu, şair, qiraətçi Milan Nəzər buradadır. Zakir müəllimi təbrik edirik. Milan, xoş gəlmişsən. Bayaqdan bu qədər adam sizi gözləyir. Buyurun. Mən də təbrik edirəm özəlmə. Vallahi, bilmirəm deyil. Təbrik edirəm, inşallah uğurlarınız bol olsun. Allah, müəllimin də şeirlərlə tanış deyiləm, yalan da deyil. Amma çalışaram ki, şeiri müddəsindən gəlir. Çalışaram ki, şeirin özü bitirir səni görəndən. Neyniyim? Qəlb deyəni dil deyə bilmir. Ayrılıb gedəndə elə gedirsən, dilim tutub vurur. Gəl deyə bilmir. Xəlibət oğrun seyirlər dalam, başına dolanam, qadana alım. Həsrətində içindən dolu boşalam, kimsə göz yaşımı sil deyə bilmir. Ömrümün baharı, sevincisən sən. Bənövşə qoxulu bir incisən sən. Gözlər içində birincisən sən. Dilin hər daşa ləl deyə bilmir. Üstünə şir düşən tərli çiçəksən. Dəniz baxışlımsan, ruhu mələksən.
Səni sevdiyimi bilməyəcəksən, bunu Zakir hələ bil, deyə bilmir. Bunu Zakir hələ bil, deyə bilmir. Teşekkür edirəm, dostlar. Bütün ortlar Zakir müəllim, bağışlayın, üzrü sayın. Yəni, sizin şeylərlə tanış deyiləm, hoş gördük, inşallah uğurlarınız bol olsun. Zırhlı sayın, inşallah sizin şeylərinizlə tanış oluyorum. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Teşekkür ederim. Teşekkür ederim Bilal Bey, var olasınız. Ve yine deyirəm, açıq mikrofon kim istəyirsə buyursun, Zakir müəllimin şeirlərindən hələ biraz şeir olsun. Və Zakir müəllim yazır ki, həsrətin ürəyimdə ilmə-ilmə çözülüb, gözlərimdən damla-damla süzülüb, ağ vərəqə muncuq-muncuq düzülüb, bu gecə şeirlə gəlin görüşək. Könlüm səndən ayrı quru budaqdır, duyğularım pıçıldaşan yarpaqdır, yuxularım sənsiz mənə yasaqdır, bu gecə şeirlə gəlin görüşək. Eşqin kərpicindən qala tikmişəm, keşiyin gecə gündüz çəkmişəm, qısqanclıqdan bilsən necə çökmüşəm, bu gecə şeirlə gəlin görüşək. Sən bu gecə şimşək kimi çaxırsan, ürəyimi çıtır-çıtır yaxırsan, bulud olub haralara axırsan, bu gecə şeirlə gəlin görüşək. Bulud olub haralara axırsan, bu gecə şeirlə gəlin görüşək. Ürəyinizə sağlıq, var olun. Günay xanım, buyurursunuz. Başka şehir demək istəyən dostlarımız varsa buyurun gəlin. Teşekkür edirəm bir daha mənə söz verdiyinizə görə. Mütləq şəkildədir ki, mən Zakir müəllim, sizin qələminizi izlədim, bir neçə şeirləri oxudum, gördüm ruhuma yaxındır. Mən də təkəbbürdən uzaq olsun, heç bir insanın şeirlərini demirəm. Yəni, yalnız şeirlərimlə yaşayıram. Müəllim bayaq mənim şeirimə diqqət elədi, ağac şeirimi bəyəndi. Və istəyirəm bir dənə də öz şeirimdən inşallah ki, yenidən sizin şeirinizi səsləndirərəm, izin varsa. Amma çox istəyərdim ki, hər kəsdən xahiş eləyirəm, bayaq da bunu xahiş elədim. Gəlin şeirlərin kəlmələrinə diqqət edib dinləyək. Danışmaq həmişə var, TikTok həmişə var, canlı həmişə var, söhbət həmişə var. Amma bu gözəl məqam, bu gözəl anlar, bu gözəl dəqiqələr hər zaman olmur. Gəlin qiymətini bilib ədəbiyyatımıza bir daha dəyər verək. Bu şeir mənim öz həyatımdan bəhs eləyir və niyə bunu səsləndirmək istədim? Müəllimlə bir qısa monoloq elədik şeir barədə, kitab olduğuna görə. Günay Dəniz deyir ki, mən də belə bir çətin kitabam. Məni hər bir insan oxuya bilməz. Hər bir misrasında, hər cümləsində məntiqi mənanı anlaya bilməz. Yazıb sıraladım olanları mən, ömrümü illəri nəyə vermişəm. Azdırdı sətirlər, cümlələr məni, nələrə dözmüşəm, nələr çəkmişəm. Mən açdım ömrümün sinə dəftəri, ay Zakir müəllim, bir kimsə olmadı dinləyə məni. Hər kəs bir varaqda dayanıb durdu, kimsə oxumadı dərindən məni. Məni görənlər deyir, çox dəyişmişəm. Əvvəlki simandan əsər də yoxdur. Elə bir sevincin silinib üzdən, haradasan, necəsən, xəbərin yoxdur. Qadınlar yazılmış kitab kimidir. Başa düşmək üçün sən onu oxu. Qadın fədakardır bilmək istəsən, kitabda müəllif adını oxu. Oxuyub kitabı başa düşməsən, demək ki, sənin üçün yazılmayıbdır. Baxıb varağına incidib əzmə, hər ötən günə bir məna yazılıb. Dərin bir kitabdır mənim həyatım. Qaranlıq yuxuda oyanmıram mən. Ay mələk, nə qədər çox olsa mənə marağım, anlayıb duyasan, inanmıram mən.
Yazıb bitirmişəm dərd kitabımı. Ölməzdim qəlbimi dərd almasaydı. Ay Zəkir müəllim, bəlkə də ümidlər parçalanmazdı. Bu qədər haqsızlıq yaşamasaydım. Mən belə bir dərin kitabam. Məni hər bir insan oxuya bilməz. Hər bir misrasında, hər cümləsində məntiqi mənanı anlaya bilməz. Məntiqi mənanı anlaya bilməz. Təşəkkür edirəm. Mən ümid edirəm, güman edirəm ki, kitabları hamı gözəl şəkildə oxuyub, özü üçün oradan hər bir sözdən bir məna əks etdirər, içimən qarşı. Mütləq şəkildə sizin şeirlərinizi sizə söz verirəm ki, ikisini sizə hədiyyə olaraq klip şəklində mən səsləndirərəm. Minnətdarama xarı olsun bir daha. Təşəkkürlər Mələk. Sənin də qələmin gözəldir. Biz səndən elə belə deyil, illərin dostuyuq. Və o sözlər qəlbindən necə süzülür gəlir, onu mən gözəl bilirəm. Deyəsən sənə də söz vermişdim, sözümü unutmuşam. Mütləq şəkildə sənin də qələmindən səsləndirərəm. Təşəkkürlər. Çox sağ ol, Günay, var olasın və Zakir müəllimdən daha gözəl bir şeir oxuyub, elə yavaş-yavaş yekunlaşdırmaq istedik məclisimizi. Zakir müəllim yazır ki, ömrüm bir çay təki sellənib gedir. Çıxıb axarından tellənib gedir. Gözlərim harasa zillənib gedir. Yollardan göz yığmaq nə çətin olur. Bir vaxtlar qayğısız olan günlərim, nəğmə tək sinəmə dolan günlərim, indi o çağlardan qalan günlərim, ağrım acım olub, xiffətim olub. Dünyanın kədəri qəminə balmış, o ki var ürəyim yüklənib dolmuş. Sən demə, bu həyat şaxəli yolmuş, daşlı, kəsəslisi qısmətim olmuş. Yazılan yazını kimə pozam mən? Fələyin gəlişin tərsə yazam mən. Ölüb qurtarmıram, nə arsızam mən. Bu qədər zülümüm, zillətim olub. Zakirəm, ömür gün olub diyarı, qəlbim açılaydı bir kərə barı. Görəndə bir qərib durna qatarı, onlara qoşulmaq adətim olub. Görəndə bir qərib durna qatarı, onlara qoşulmaq adətim olub. Ürəyinizə sağlıq Zakir müəllim. Eşq olsun da orada da çox gözəl qələminiz var və elə burada da istəyirik tədbirimizin artıq sonudur. Hər kəslə sağollaşaq, gələn ayaqlarınız var olsun hər birinizin. Çox sağ olun, var olun ki, bugün Zakir müəllimin söz işıqla yıxıldı və Zakir müəllim. Buyurun, sözünüz vardır, sonunda sözünüz dinləyək, siz də yarı şeir alaq, sonlandıraq. Buyurun. Mən sonda təşrif buyurub gələn mənim yaradıcılığıma, kitabının təqdimatına gələn hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Mənim bu təqdimat mərasiminin təşəbbüskarı və təşkilatçıları Ramil İsmanoğlu'na və Mələk Hanıma çox-çox təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm ki, bu cür təqdimat mərasimi yaradıcı gecəsi keçirdilər. Çox sağ olsunlar. Sağ olun. Var olun, layiq sizdən. İnşallah ki, növbəti belə kitablarınızın təqdimatına gələk, görüşək. Allah can sağlığı versin. Daim olsun. Allah kömürünün bu belə günləriniz. Sağ olun. Şarkılarda görüşək inşallah. Evet. Sağ olun. Teşekkür ederim.